Hansı cins toyuq saxlayaq ki, bizim də ballarımız evdə təbii yumurta yeyə bilsin? Qardaş, 50 toyuğum var, gün ərzində 3-4 dənə yumurta götürə bilirik. İnan, üzü aslarından baha başa gəlir deyən onlarla müştərilər zəng edir mənə. Əziz izləyicilər, kənd toyuğu dediyimiz toyuqlarda illərdir qan dəyişimi olmadığı üçün sürətli şəkildə cırlaşma baş verib və məhsuldarlıq aşağı enib. Toyuqların qida və yaşam tərzindən əvvəl onların cinsi mühümdür. Yəni əgər bir cinsin genetik xüsusiyyətində yumurtaya meyillilik yoxdursa, ondan yumurta gözləmək yayda qar gözləmək kimidir. Rusiyanın seleksiya mütəxəssislərinin yetişdirdiyi bu toyuqların adı Putinskaya yubileniyadır. 70 ildən çoxdur ki, bir çox Avropa və Asiya ölkələrində yumurtalıq və ətlik istiqamətində yarım sənəyi şəklində saxlanılır. Bu toyuqların düzələrini bir neçə ildir ki, müxtəlif rayonlarda yaşayan müştərilərimizə vermişik. Hər birindən təşəkkür və dualar eşitmişik. Təsərrüfatımızda olan bu toyuqların hər həftə bir günlük düzələri olur. Bir ədəd düzəsi isə